Salam, bugün 22 fevral 2026 tarixində keçirilən OTK-nın 9-cu sinif buraxılış sınav imtahanına baxırıq. 31-ci sualdan başlayaq. Təpə nöqtəsinin koordinatları kvadratik bir funksiyadır. Kvadrat funksiyada biz bilirik ki, bir parabola əmələ gəlir və parabola qollar üzü yuxarı da ola bilər, üz aşağı da ola bilər. Burada əgər mənfi işarəsi varsa, üz aşağı olur. Bax, ifadə üz aşağıdırsa, bu ifadənin hardasa bir ən böyük nöqtəsi var da, yəni ən böyük qiyməti var. Müəyyən bir, onsuz da yuxarı olanda da yenə eyni formada ən kiçik qiymət olur. Təpə nöqtəsi odur. İfadəyə baxanda, baxın, bu ifadənin ən böyük qiyməti 2 yazanda alınır. Yəni 2 yazsaq burada 0 alınır. 0 bu ifadənin ən böyük qiymətidir. Nəyə görə? Qarşısında mənfi olduğuna görə. Çünki 2-dən başqa bir ədəd yazsaq, burada məsələn tutalım 5 yazsaq, 5-dən 2 çıxacaq 3, 3-ün kvadratı 9. Qarşısındakı mənfi 10 eləyəcək mənfi 9 və ya x-in yerinə mənfi ədəd yazmağa çalışaq. Mənfi 3 yazaq. Alınır mənfi 5. Mənfi 5-in kvadratı müsbət 25. Müsbət 25-in qarşısındakı mənfi onu yenidən mənfiyə çevirir. Burada 0 alınması üçün x-in yerinə 2 yazırıq. 2 yazanda burada 0 alınır və təpə nöqtəsi ən böyük qiyməti də olur 3. 2 yazanda 3 qiymətini alır. X-i 2, y-i də 3. 2-3 nöqtəsi bunun təpə nöqtəsidir və qollar üz aşağıdır. Belə bir funksiya olacaq. Bizdən nə istəyir? Təpə nöqtəsinin koordinatlarını istəyir. 2-3 nöqtəsi. Cavab olur A variantı. 32-ci sual. Daxili bucaqları cəminin xarici bucaqları cəminə nisbəti. Çoxbucaqlının daxili bucaqlarının cəmi düsturu 180 vur n çıx 2. Xarici bucaqlarının da cəmi istənilən çoxbucaqlıda 360-dır. 180 ilə 360 ixtisar getsə, qalacaq 2. Məxrəcdə 2, surətdə də n çıx 2 C variantı. 2 toplanandan birinə 7, digərinə mənfi 3 əlavə edilsə, cəm neçə vahid dəyişər? Baxın, bunu ən yaxşı məsələn pul məsələlərində də düşünmək olur. İnsan elə daha yaxşı tapır. Toplananlar məsələn, yenə deyirəm, bunu bir ədəd yazıb hesablamaq daha yaxşıdır. Sadə bir sualdır. Bəzən çaşqınlıq yarada bilir. Elə bilin ki, 2 yerdə maaş alırsınız. Bir yerdə maaşınızı 7 manat artırırlar. Bu sizin aylıq gəlirinizə 7 manat müsbət təsir edir. Bir yerdə də maaşınızı 3 manat azaldırlar. Artıq 3 manat oradan azalmağa başlayırsınız. Amma aylıq gəlirə də bu 3 manat təsir edir təbii ki. Bir yerdə 7, digər yerdən 3 çıxsalar, sizin əlinizdə müsbət 4 qalır da. Yəni 4 vahid artar. Cavab olur Y variantı burada. Sahə məsələsi. Medianlar K nöqtəsində kəsilir. Biz bilirik ki, hər hansısa üçbucaqda 3 medianın 3-ü də çəkilsə, gəlin çəkək. Bunlar olsun medianlar. Medianlar 6 bərabər sahəli üçbucaq yaradır. Bax, burada yaradan S. Bu üçbucaqların 6-sının da sahəsi bərabərdir. İsbatın eləməyək, ehtiyac yoxdur hələ ki. Burada bizə nə edib? Bizdə baxın, ikisini çəkibdir medianın, birini çəkməyib. Biz də medianın birini silsək, nə qalacaq? 2S qalır da. Baxın, bizə iştiraklədiyi ərazi budur. Burada 2S. Ümumi sahə nədir? 6S. Burada 2S. Deməli, 3-də 1. Ümumi sahənin 3-də 1 olacaq da. Bax, iştiraklənən ərazi ya da ikincisini də çəksək. Deyəcəyik ki, məsələn, o birisini də çəkəndə necə oldu? S. Elə bir bura ümumi sahənin 6-da 2-sidir. Sahəsi 120 verilib. 120-nin 6-da 2-si və ya 3-də 1-ini tapırıq. Cavab edir 40. Y variantı. 72 ədədinin 8-də 3-ü, bir ədədin hissəsini tapanda hissə göstərilən kəsrə vururuq. 8-də 3-ə vuracaq və salam. Cavab olur 27. A variantı. Qövslərin uzunluqları nisbəti 2, 3, 4-dür. Deməli, qövslərin uzunluqları nisbəti qövslərin dərəcələri ilə düz mütənasibdir. Məsələn, hər hansısa bir çevrədə baxaq buna. Tutalım, deyirəm ki, 90 dərəcəli qövsümüz var bizim. 90 dərəcə. Bu 90 dərəcə 360-ın 4-də 1-idirsə, çevrənin uzunluğunun da 4-də 1-idir. Yəni, uzunluğu 4 yerə bölmüsənsə, sən orada mərkəzi bucaq deyək və ya qövsün dərəcə ölçüsü deyək, onu da 4 bərabər yerə bölmüsən. Yəni, düz mütənasib olur. Düsturumuzda da belədir də. Qövsün uzunluğu necə tapılırdı? N qövs bərabərdir
2 pi yer, yəni ümumi uzunluq vurulsun. Alfa böl 360. Yəni alfadan asılıdır. Alfa 360 olsa, yəni tam bucaq olsa, tövt çevrənin uzunluğu olur 2 pi yer. Digər hallarda məsələn 4də 1 olar, 90 dərəcə yazsaq 4də 1 alınacaq, 120 dərəcə 3də 1 və s. Bizdə veribdir AMB, BNC, AKS qövslərinin uzunluqları nisbəti. Biri 2K-dır, biri 3K, biri də 4K. Bir yerdə eləyir, bunlar 9K. Və bunlar üçü bir yerdə 360 dərəcəni əmələ gətirir də. AMB qövsü budur. Qırmızı ilə göstərək. Budur. BNC. BNC qövsü olsun bura. Yaşıldır. AKS qövsü də digəri. Bu da mavi olsun. Aha. Və bu qövslərin uzunluqları nisbətini verib, cəmləri deməli 360-dır. Buradan biz K-nı tapırıq 40 dərəcə. Bizdən nə istəyir? BAC bucağı. BAC, baxın, istəyir bizdən alfa bucağı deyək bura. Və BNC-yə biz nə demişik? BNC 3K-dır da, K-nı da 40 tapmışıq. Deməli 120 dərəcədir bu qövs. ABC bucağı da həmin o qövsə söykənən daxili bucaqdır. Təpə nöqtəsi çevrənin üzərindədir, A nöqtəsi. Və biz bilirik ki, daxili bucaq söykəndiyi qövsün yarısıdır. Və buna görə cavab 120-nin yarısı 60 dərəcə Y variantı. 36 Y variantı. Davam edirik. 37-ci sual sadə sualdır. Modulda x kiçikdir 4. Biz bilirik ki, x-in yerinə yazıla bilən ədədlər 4-dən kiçik olmalıdır. Eyni zamanda da mənfi 4-dən böyük olmalıdır. Biz bura məsələn mənfi 5 yazsaq, modulda mənfi 5 5-ə bərabərdir və 5 4-dən kiçik deyil. Ona görə mənfi 4-dən böyük, 4-dən balaca. Mənfi 4 ilə 4 arasında da 7 dənə ədəd var. Bəzən çaşqınlıq yaradır. Bura 4-dür. Mənfi 1, mənfi 2, mənfi 3, 1, 2, 3, bir də 0-ın özü. 7 dənə. Və yaxud da 4-dən mənfi 4-ü çıxırıq, böyük olandan balaca olanı çıxıb, sonra bir vahid azaldırıq. Çünki nə 4 daxildir, nə də mənfi 4 daxildir. Daxil olsaydı əgər, gəlin, hər ikisi daxil olur. Bu halda yenə böyükdən balacanı çıxıb, üzərinə 1 gəlir. Məsələn, mənfi 4 ilə 4 arasında 9 dənə ədəd var. Əgər mənfi 4 ilə 4 daxildirsə, burada daxil olmadığına görə 1 çıxırıq. Cavab olur 7 B variantı. Tənliyin kökləri cəmi. Birbaşa aldanıb 6 yazmaq, mənfi 6 yazmaq olmaz. Çevrilmiş kvadrat tənliyə gətirmək lazımdır. Hər tərəfi 2-yə bölürəm. Hər bir həddi 2-yə bölək. X kvadrat üstə gəl. 3x bərabərdir 0. Biz də bilirik ki, tənliyin kökləri cəmi x əmsalının əksinə bərabərdir. Yəni, burada müsbət üstü cavab olacaq mənfi 3. Tənliyin özünü də həll eləmək olardı. X-i mötərizə xaricinə çıxarıb köklərini tapmaq olar rahatlıqla. X1 olur 0. Orada hər bir vurğu ayrı-ayrı 0-a çeviririk. X üstə gəl 3-ü bir dəfə də 0-a bərabər edirik. Oradan da x2 alınır. Mənfi 3. Kökləri 3 ilə, mənfi 3 ilə 0-dır. Cəmlər olur mənfi 3. Deməli, 6 kiloqram konfetin qiyməti 48 manat. Eyni növ bu ibtidai sinif məsələsinə oxşuyur. Deməli, 48-i böləcəyik 6-ya, 1 kiloqram konfetin qiymətini tapaq. Deməli, 1 kiloqram konfet 8 manatdır. 8 manat. 9 kiloqramda 9-u vuracaq 8-ə 72 manat. Tənasüb də qurmaq olar. Düz mütənasib də bunlar. 6-ya 8, 9 manata da, 9 kiloqramda x manat. Burada kiloqram, burada manat. Belə də tapmaq olardı. Amma sadə bir sualdır. Sadə bir sualdır. Davam edirik 40-cı sual. AB hasilini istəyir bizdən. Baxın, burada parçalama eləyə bilərik. A vur B deyir də. A-nı olduğu kimi saxlayaq. 3 üstü 4 vur. 4 üstü 4 vur. 5 üstü 5. 3 üstü 3'tü. Başlayalım. Üstü 3. Vurulsun. 20-ni necə yazaq? 20-ni baxın. 20 üstü mənfi 4 deyil. Belə yaza bilərik də bunu. 4 vur 5 üstü mənfi 4. Və mənfi 4-ü hər birinin üstünə əlavədən gətirəcəm. 4 üstü mənfi 4 vur 5 üstü mənfi 4. Burada baxın, ixtisar gedəcək. 4 üstü mənfi 4-ü 4 üstü müsbət 4-ə vuranda eləyir 4 üstü 0. Yəni 1 alınır. 4 üstü 0 1 deməkdir. 5 üstü 5 ilə 5 üstü mənfi 4 yenə ixtisari üstləri toplayırıq da. Baxın 4-ün 5-in üstünə mənfi 4 gəlir. Bir dənə 5 qalır. Bir də 3-ün kubu qalır. 3-ün kubu vurulsun 5. 27 vur 5.
O deyir 135. Cavab olur 135 B variantı. 41-ci sual açıq B-ni istəyir. Yəni A-da olub B-də olmayanlar 2-ni çıxacağıq. Həm B-də var ona görə. 3-ü çıxacağıq. 5-i çıxacağıq. 5 burada da var. Baxın 2, 3, 5 var. 1, 4, 6 A-da var, B-də yoxdur. Yəni yalnız A-ya məxsusdur. 2, 3, 5 ortadadır. 7 ilə 8 də burada yazılmalıdır. Deməli 2, 3, 5 burada. 1, 4, 6 da yalnız A-ya məxsus. Bizə cəmlərini istəyir. Cavab olur A variantı. Davam edirik 42-ci sualla. Bizə nə deyir? Bu tip misallarda yenə də baxın 16 olsa belə bir tip suallar işləyirik. Keçən 11-lərin sualında da belə var idi. Surətli məxrəci eyni ifadəyə vuraq, kökdə ona vuraq. Niyə kökdə ona vuraq? Baxın 16 olsa, 25 olsa, 36 olsa kökdən nəsə çıxar. Surətli də məxrəci də kökdə ona vuraq. Kəsrin əsas xassəsi. Hər bir həddi kökdə ona vururuq. 1,6-nın kökdə ona vuranda 16, 25, 36. Aşağıda da bu kökdə 10 deməkdir də uşaqlar. Kökdə 2-ni kökdə 5-ə vuranda kökdə 10 edir. 2 kökdə 10-u kökdə 10-a vururuq. 2 vurulsun 10 eləyir də. Kökdə 10-u kökdə 10-a vuranda 10. Üstə gəl bir dənə də 10. Bunu da kökdə 10-a vururuq. Hər bir həddi kökdə 10-a vurduq. Bərabərdir. 16-dan 4 çıxır, 5 çıxır, 6 çıxır. Məxrəcdə də 20 üstə gəl 10 edir 30. Bir sözlə cavab olur 30-da 15, o da 2-də 1 və ya 0,5. D variantı. Surəti məxrəci kökdə 10-a vurduq. Hər bir həddi. 43-cü sual. Çoxhədlisinin sərbəst həddi 3-ə bərabərdir M parametrinin hansı qiymətlə? Sərbəst hədd budur uşaqlar. Baxın. X-li ifadədir, X-li ifadədir. Yəni yanında bir dəyişən var. Dəyişənə vurulub. Sərbəst həddimiz 15/3-ə. Bərabər eləyəcəyik 3-ə. Bizə deyir sərbəst həddimiz 3-ə bərabər olsun. Buradan 3M. 3M-i keçirdim. Elə bir belə eləyək. 3-ü bu tərəfə keçirək. 15/3 bərabərdir 3M-ə. 12 bərabərdir 3M-ə. M də deməli 4 imiş də. 3-ü 4-ə vuranda. Bu da sadə bir sualdır. Bu 43. 44-cü sual. İki tərəfi 8 və 9 sm olan üçbucağın perimetrini ala biləcəyi tam qiymətlərin sayı. Gəlin bunu ifadə edək. Düzdür, düstur olaraq mövcuddur. 8, 9. Bura bir A tərəfi deyək. Biz demişik ki, deməli, üçbucağın üçüncü tərəfi digər iki tərəfinin cəmindən kiçik, 17-dən kiçik. Fərqindən də böyük olmalıdır. 1 ilə 17 arasında istənilən qiyməti ala bilər. Üçüncü tərəf, A tərəfi. Amma bizdə perimetrin ala biləcəyi qiymətləri istəyir. Perimetri düşünürük. Bu halda nə edirik? Perimetr nədir? Üç tərəfinin cəmi. Bax, 8, 9 toplasaq eləyir 17. 17-nin üstünə 17 gəlirik, eləyir 34. Ki, üçüncü tərəf 34, 17 ola bilmir. İki tərəfin cəmi 17 var da. 17 var. 8 ilə 9. Üçüncü tərəf 17 ola bilsəydi 34-ü alardı. Amma 17 ola bilmir. 17-dən kiçik aldığına görə 34-dən kiçik olacaq perimetr. Bir də yenə 8 ilə 9-un cəmi 17. Üçüncü tərəf 1-dən böyükdür. 1-in özü ola bilmir. 1-in özü ola bilsəydi 18-i ala bilərdi. Amma indi nədir? 18-dən böyük olacaq. Bu aralıqda yerləşən tam ədədlərin sayı heç biri daxil olmadığına görə 34-dən çıxırıq 18-i, böyükdən balacanı çıxıb bir vahid də azaldırıq. Cavabımız 17 eləyir deyəsən. Ümid edirəm düz hesabladıq. Davam edirik. 45-ci sual. Sadələşdirib yazmağa çalışaq. Yuxarını vurğulara ayıraq. Bu tip misallarda x kvadrat çıx 5x üstə gəl 6. Vurğulara ayırmamışdan qabaq nəyə baxın? Bu ifadə məsələn düşünmək çətindir. Əslində bunu parçalamalıyıq biz. Bəzən tapmaq çətin olur. Ən yaxşısı sıfıra bərabər eləyin. Bir tənlik kimi həll eləyin. x1 olur 2, x2 də olur 3. Cəmi 5, hasili 6 olan ədədlər 2 ilə 3. Və köklərin əksini yazacağıq. Mötərizə açırıq 2 dənə. Baxın bu şəkildə. X yazdıq. Çıx 2, çıx 3. Tapdığımız köklərin əksini yazırıq.
Burada əslində birinci olaraq x kvadratın əmsalında yazmaq lazımdır. 1. Sadəcə 1 olduğuna görə yazmadım. Məsələn, burada tutalım 3 olsaydı biz bura 3 yazmalıydıq. Əvvəlindən 3 yazıb sonra davam edirik. Burada da x məxrəcdə x sıx 3. Üstə gəl. Digərində də həmçinin yenə sıfıra bərabər eləsək, onu da bu qıraqdan yazaq. X kvadrat sıx 2x sıx 8 bərabərdir 0. Ümumiyyətlə tapsaq, cəmi 2 hasili -8. 4 ilə -2. Cəmi 2-dir. Hasildə -8. Deməli, bunu da vurğulara ayırsaq olacaq. X üstə gəl 2. Köklər nədirsə əksin yazırıq. X çıx 4. Məxrəcdə də x üstə gəl 2. Burada x çıx üstlər ixtisar gedir. Qalır x çıx 2. Üstə gəl. Burada da x üstə gəl 2-lər ixtisar gedir. Qalır x çıx 4. Cavabımız olur 2x çıx 6. D variantı. Davam edirik 46-cı sual. ABC-də artan müsbət ədədlər sırasının ən böyük fərqi bu sıranın medianına bərabərdir. İfadəsinin qiymətini tapın. Maraqlı bir sualdır deməli. Artan müsbət ədədlər A, B, C, D. Sırasının ən böyük fərqi. Ən böyük fərq nədir? D çıxad da, ən böyükdən ən balacanı çıxanda ən böyük fərq yaranır. Ən böyük fərq bərabərdir buna. Bu sıranın medianına bərabərdir. Median nədir? Ortaya düşən ədəd. Burada 2 dənə ədəd ortaya düşüb. Bu halda B ilə C-ni toplayıb 2-yə bölməliyik. Median bərabərdir. B üstə gəl C bölü 2. Və bu iki ifadə bir-birinə bərabərdir. Bizdən də istədiyi ifadə budur. Gəlin bunları bir-birinə bərabər eləyək. D çıx A bərabərdir. B üstə gəl C böl 2. Çarpaz şəkildə 2-ni digər tərəfə vuraq. Olur 2D çıx 2A bərabərdir. B üstə gəl C. Sonra da bu ifadəni yazaq. Sadələşdirmə aparanda alınacaq. Burada məsələn A-nı bu tərəfə keçirərik. C-ni də bu tərəfə. Necə? Buradakı ifadələri alaq da 2D çıx C ilə 2A üstə gəl B. Bərabərlik alınır. Baxın 2D çıx C. C-ni keçirdirik digər tərəfə. 2A-nı da digər tərəfə keçirdəcəyik. 2A müsbətləşir, B də müsbət olsun. 2D çıx C ilə 2A üstə gəl B bir-birinə bərabərdir. 2D çıx C böl 2A üstə gəl B. Axı bu iki ifadə bir-birinə bərabərdir. Biz onu burada göstərdik, tapdıq. İki bərabər ifadəni bir-birinə böləndə cavab eləyəcək 1. Maraqlı sual idi. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlar BAC 90 dərəcə və AB 8-dir. Olarsa ABOC 4 axsının perimetri. Burada kvadrat yaranmış hala. Niyə görə? BAC-ni bizə 90 verib. Qeyd eləyək bunu. 90 dərəcədir. Digərləri də 90-dır. Burada 90-dır. Burada 90-dır. Üçüncü bucaqda 90 olmağa məcburdur. Dördüncü bucaq daha doğrusu. Bunlar niyə 90-dır? Toxunana çəkilən radius onunla perpendikulyar olur həmişə. 90 dərəcə əmələ gətirir. AB-ni bizə 8 verib. AB 8-dirsə CO 8-dir. Düzbucaqlıq da bütün qarşı bucaqlar bir-birinə bərabərdir. Paralelogramın bir növüdür və 8 olmağa məcburdur. Və OC nədir? Radiusdur da. OC 8-dirsə OB də 8-dir. OB 8-dir, AC də 8-dir. Yəni burada yaranan bu fiqur kvadratdır. Cavabımız ona görə olur 32. ABOC-nin perimetri olacaq 32. 50 manatlıq 60 manat oldu. Deməli, bu tip suallarda nə edirik? 50-dən qalxıb 60-a tənasüblə də yazmaq olar. Ya da belə düşünmək olar. 10 manat qalxıb, düzdür? 10 manat dəyişim var. İlkin qiymətimiz nədir? 50 manat. 50-də 10, belə deyək də, 50-nin üzərinə 10 gələndə 60 eləyir. Yaxşı, bu 10 50-nin neçə faizidir? 10 50-nin hansı hissəsidir? Birinci sual özümüzə bunu veririk. 10 50-nin 50-də 10-udur. Yəni 5-də 1. Faizə də çevirəndə vuruq 100%-ə. Cavab olur 20%. 20% qiymət qalxıb. Yəni 50-nin üzərinə 50-nin 20%-ni gəlsək 60 eləyər. Bir də belə yazmaq olar. 50 100%-dir, bizim ilkin qiymətimizdir. 60 x%, bilmirik də hələ ki. Çarpaz şəkildə vursaq, buradan x-in 120% olduğunu tapırıq. Adi tənasüb.
100-dən 120-yə qalxıb da neçə faiz qalxıb? 20% qalxıb. Cavab olur 20%. Yəni ən sonunda da 120-dən çıxmalıyıq. 100-ü cavab olur 20%. 49. Natural ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasili S olarsa ifadəsinin qiymətini tapın. Baxaq. Burada gəlin belə deyək. Əkob 3A, 3B. Məxrəcdə də deməli əbob 2A, 2B. Uşaqlar, burada 2 ilə 3-ü əkobun, əbobun qarşısına çıxartmaq olar. Nəyə görə bu olur? Məsələn, belə bir düşüncəmiz olsun da, tutalım 9 ilə 7-nin. Gəlin hətta 9 ilə biraz balaca da deyək. 8 ilə 12-nin olsun. 8 ilə 12 olsun. Hə, olsun 12. Əkobu nədir? 24. Düzdür? Əkobu 24-dür. İndi gəlin bunları məsələn hərəsinin 2 qatını yazaq. 16 ilə 24. 16 ilə 24-ün əkobu olur 48. Vəssalam. 3 qatını yazsaq, əkobun 3 qatını alacağıq. Orada elə ki, vuruqlara ayırmada əkob əbobun tapılma qaydasını bilirik də biz. Vuruqlara ayırmada görəcəyik ki, 3 orada vurulmalıdır. Çünki bir dənə əlavədən 3 gəlib də. İndi burada 3 gəlib deyə 3 deyirəm. Məsələn, 3 qatını tapaq. 24 ilə 36-nın əkobu 72. 24-ün 3 qatı. Çünki bunların ikisinin də 3 qatını yazmışıq. Burada da əgər bizim əkobumuz nəyə bərabərdir bilmirik. Əsas odur bu 3-ü və buradan da bu 2-ni xaricə çıxartmaq olar. Yaza bilərik. 3 vurulsun əkob AB. Məxrəcdə də 2 vurulsun əbob AB. Əkob AB, əbob AB bizə nə verir? Əkobun əboba nisbəti düsturdur, qaydadır. Bizə S-ni verir. Ortaq olmayan vuruqların hasili. Yəni 2-də 3 S. Bax, bu 2-də 3 S-yə bərabərdir. Və 2-də 3 S-nin 3-də 1 S ilə hasilini istəyir bizdən. Və salam, bunu biz sadələşdirdik. 2-də 3 S. 2-də 3 S vurulsun 3 S-də 1. Burada onsuz da 3 S-lər gedir. Cavab qalır 2-də 1, yəni 0,5. Cavabımız 0,5 olur. 50-ci sual sadə bir sualdır. Buradan x-i rahatlıqla tapa bilirik. 2x 4-dürsə, x bərabər 2. X-in yerinə 2 yazsaq, y-də deməli 7 olmalıdır. Bizdən də x, y hasilini istəyir. Cavab olur 14. 51-ci suala baxırıq. KAB 100'dür. Bunlar paraleldir, paralelliklər o heç. KAB bu bucaq. Bura 100 dərəcədir. Sonra nə verir? SDP və bu bucaq 120 dərəcədir. SYB bucağını istəyir bizdən. SYB. Bizdən istədiyi bu bucaqdır. X. Biz buranı tapıb, elə qarşılıqlı bucaq. Bizim düsturumuz var idi. Yadınızdadırsa belə bir misallarda qaydalarımız var idi. Bax, kənarda olan alfa ilə betanın cəmindən 180 çıxanda bu ortadakı bucaq alınır. Yəni burada da biz həmin qaydanı tətbiq eləyə bilərik. 100 ilə 120-ni toplayarıq. 220 çıxarıq 180, cavab olur 40. Yəni bu ortaya qalan bucaq 40 dərəcədir. Düstur yaddan çıxsa, şəkli bir daha çəkək. Üzərində işləyək, qaydaları tətbiq eləyək. Deməli, bura 100 dərəcə. Təkcə baxın bu hissəni seçdim. Aşağı hissəni seçməli. KAB. Düz qeyd eləmişik də. SDP. Bu düz xətti niyə verib? Orası maraqlıdır. Hə, burada sadəcə paralelliyi necə göstərir? A ilə B, B ilə C paraleldirsə, A ilə C də paraleldir. Sadəcə hə, onu göstərməkdən ötürü B-ni çəkib. Elə ki, bir düz xətt ayrı-ayrılıqda ikisinə paraleldirsə, belə deyək də, burada yazılan kimi A ilə B paralel, B ilə C paraleldirsə, elə A ilə C də paraleldir. Üçü bir-birinə paralel olur. Sadəcə onu göstərməkdən ötürü yazıbdır. Burada 120 dərəcə. Demişik ki, bax bu xətti belə uzadın.
Bura 100 dərəcədirsə, bura da 100 dərəcə olur da uyğun bucaqlardır. İki paralel düz xəttdir. Bax, bir düz xətt hansı bucaq altında kəsirsə, daha doğrusu birinin hansı bucaq altında kəsirsə, uzadanda digərini də həmin bucaq altında kəsəcək. Ona görə bura 100-dür, bura da 100-dür. Bunların qonşularına artıq baxa bilərik. Bura olur 80, qonşu bucaqlardır da bunlar. 120 dərəcədirsə, burada olur 60. 60-80 toplayanda edir 140, 3 bucaq yaranıb da 140, burada olur 40 dərəcə. Belə də tapıla bilər. Bizdən SYB-ni istəyir. SYB AYD-nin, yəni onun yuxarısındakı bucaq qarşılıqlı bucaqlardır, bir-birinə bərabər olur. 52-ci sual. ABCD paralleloqramında DY parçası ADS bucağının tənböləni. Bu tənbölənlə bağlı da suallar çox çıxır qarşımıza. Tənbölən görəndə qeyd eləyək və paralleloqramda belə düz xəttlər görəndə Z-i unutmayın. Baxın, Z dediyim nədir? Burada daxili çarpazlıq yaranır. Ona görə paralleloqramdır, trapesiyadır, trapesiyanın da oturacaqları paralel olduğuna görə orada da məsələn diaqonal çəkir, biz unutmayaq ki, orada bir Z yaranır da. Z dediyim nədir? Baxın bu. Yəni bu bucaqla bu bucaq bir-birinə bərabərdir. İki bucaq bir-birinə bərabər olur. Burada da AB-ni verib 5, BY-ni verib 3. Bizdən bu paralleloqramın perimetrini istəyir. AB 5-dirsə, DS də 5-dir. Baxın, burada bir belə tərsinə bir Z var. Görürsünüz? Yəni buradakı bucaqla buradakı bucaq bir-birinə bərabər olacaq. Bərabərdir. Bərabərdirsə, axı bu bucaq da bərabər. Deməli belə çıxır ki, Y bucağı ilə D bucağı deməyək, YDS, bir də YDA. Bu üçü bir-birinə bərabərdir. Və YDS üçbucağına baxsaq nə görürük? 2 dənə bərabər bucaq. 2 bərabər bucağı varsa, deməli bu bərabər yanlıqda oturacağa birləşik bucaqlar. Baxın, SY ilə CD bir-birinə bərabər imiş ki, oturacağı birləşik bucaqlar da bir-birinə bərabər. Deməli belə çıxır ki, SY ilə CD bərabərdirsə, YS də olur 5. Vəssalam. Paralleloqramın uzunluğu olur 8, eni də 5. Toplayıb vuracağıq 2-yə perimetrini tapmaqdan ötürü. 13-ü vururuq 5-ə, 2-yə cavab olur 26. 53-cü sual. Funksiyanın n parametrinin ala biləcəyi natural qiymətlərin cəmini tapın. Maraqlı bir sualdır. Baxın, burada bu funksiya haqqında hansı fikirlər demək olar? Bir xətti funksiyadır. Y bərabərdir. Kx üstəgəl b. İşarələrinə fikir verək. K nədir? Sıfırdan kiçikdir. Azalan bir funksiyadır da. Kör bucaq əmələ gətirib. 2 bucaq əmələ gətirsə, artan bir funksiyadır. K-mız müsbətdir. Kör bucaq əmələ gətirirsə, K-mız mənfidir. K kiçikdir 0 və B böyükdür 0. B nədir? Y oxunu kəsdiyi nöqtənin ordinatı. Y-i müsbətdə kəsib. Deməli, buna əsasən tapmağa çalışaq. B-miz nədir bizim? M üstəgəl 2. M üstəgəl 2 böyükdür 0-dan. Buradan M böyükdür mənfi 2. M mənfi 2-dən böyük olmalıdır. Bir də 4M çıx 25 kiçikdir 0 olmalıdır. Mənfi də azalan olmalıdır. Baxın, K əmsalımızda sanki budur. Buradan 4M kiçikdir 25. M də kiçikdir 25-i bölük 4-ə 6,25. Deməli, mənfi 2-dən böyük, 6,25-dən balaca. Bizdən natural qiymətlərin sayını istəyir. 1-dən 6-ya kimi ədədlərdir də, 6 dənə. Cavab 6. Sual qəşəng sualdır. Düzdür, hesablaması falan asandır, amma yaxşı bir sualdır, öyrədici bir sualdır. 54-cü sual. Eyni bir düz xətt üzərində yerləşən ABC ilə səyahət etmək istəyən turist A məntəqəsindən başlayaraq B məntəqəsinə gedib. A-dan başlayıb B-yə gedib. A-dan başladı, getdi B-yə. Sonra nə edib? C məntəqəsinə qayıtdıqda 40 km. B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedib. Bu necə bir cümlə oldu? Nəysə, oxuyaq axıra ki, B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedib, C məntəqəsinə qayıtdıqda isə 50 km yol qət edər. A və C məntəqələri arasındakı məsafəni tapın. Cümləni bir də oxuyaq. A məntəqəsindən elə bir ki, gəlib B-yə, B-dən C-yə gələndə
40 kilometr. B məntəqəsindən başlayıb A-ya gəlib, təzədən A-dan C-yə qaydanda 50 kilometr yol gedir. Aha, aydındır. A və C məntəqələri arasındakı məsafə. Gəlin AC arasındakı məsafəyə X deyək, BC arasındakı məsafəyə də Y. Deməli, bu neynir? A-dan B-yə gedir, sonra B-dən C-yə qayıdır. Yəni, X üstə gəl, 2Y bərabərdir 40-a. B-dən A-ya gəlib C-yə gələndə 50-yə bərabər olurdu, 50 kilometr. Baxın, B-dən A-ya gələndə X üstə gəl Y, bir dənə də X arxaya qaydıraq. Ona görə 2X üstə gəl Y. 2X üstə gəl Y bərabərdir 50-yə. Bizdən X istəyir, AC məsafəsini istəyir. X-i tapmaqdan ötürü aşağını vuraq -2-yə, Y-lər eyniləşsin. Y-lərin əmsalları. 2Y bərabərdir 40-a. Aşağını -2-yə vuranda -4X çıx. 2Y bərabərdir -100. Alt-alta toplayanda 2Y-lər gedir. -3X bərabərdir -60. 40-dan da -100-ü topladıq. X bərabərdir 20-yə. Cavabımız olur 20. X-imiz 20-dir. Vəssalam, cavab 20-dir. Bizdən AC məntəqəsini istəyir. BC də 10 olur. Sadəcə ehtiyac yoxdur. Sonuncu sual bizdə nə deyir? Oxşarlığa bənzəyir. Çünki paralel bir düz xətt çəkib. AM, CM ikisi də 5-dir. AM 5-dir, CM də 5-dir. Onda belə çıxır, orta xəttdir də bu. AM nə? AB ilə MN-in cəmi 9-dur. AB, gəlin AB-yə 2X deyək. Burada X olur. İndi deyəcəyik, NC parçasının uzunluğu. Bizdən buranı istəyir. Baxın, sadə bir sualdır. Niyə sadədir deyirəm? Bax, bir tərəfin ortasından bunların paralel olduğunu hardan bildik biz? Baxın, bir düz xəttdə 2 dənə perpendikulyar çəksək, yəni ikisi də perpendikulyar olsa, deməli bu düz xəttlər bir-birinə paraleldir. İkisi də perpendikulyarsa bir düz xəttdə deməli paraleldir. Ümumilikdə necə deyək? Bir düz xəttdə eyni bucaq altında çəkilən düz xəttlər, məsələn, bu bucaqlar bərabərdirsə, deməli bu düz xəttlər bir-biri ilə paraleldir. Burada da ikisi 90 dərəcə altında çəkilib də, bu bir düz xəttdir. Baxın, BC düz xəttinə AB də MN də perpendikulyar çəkilib, onda paraleldir. Və M nöqtəsi AC-nin ortasıdır. AC-nin ortasından oturacağa paralel bir düz xətt çəkilib. Deməli, gedib qarşı tərəfi də 2 bərabər hissəyə bölür. Buradan artıq biz X-i tapa bilərik. Niyə görə? AB ilə MN-in cəmi. AB-yə 2X dedik. MN X-dir da. Biz bilirik ki, üçbucağın orta xətti paralel olduğu tərəfin yarısıdır. 3X bərabərdir 9-a, X bərabərdir 3. X-i 3 tapdıq. Gətirib yerinə yazsaq, burada olur 6. Bizdən NC-ni istəyir. Bu da bir düzbucaqlı üçbucaqdır. Hipotenus 5. Katetin biri 3, digər katetdə olur 4. 5-in kvadratından 3-ün kvadratını çıxırıq, 4-ün kvadratı. Cavab olur 4. Suallar ümumilikdə yaxşı idi. Yaxşı suallar idi. Yəni demirəm, çox asan idi. Maraqlı suallar var idi, düşündürücü suallar var idi. Burada bir dənə məsələn funksiya ilə bağlı funksiyanı gərək dərindən öyrənək. Funksiya bilirəm ki, bütün uşaqlara çətindir. Sən 49-cu tip sual, burada məsələn 3-ü və 2-ni xaricə çıxartmağı düşünmək biraz bəzən düşünmək çətin ola bilir. Yəni gərək misal yazıb yoxlayıb, görərsən ki, məsələn alınır, alınırsa həmin şeyi tətbiq eləyəsən. Və əkov böl əbobun C-yə bərabər olduğunu da təbii ki, bilmək lazımdır. 46 maraqlı bir sual idi. Burada ümumilikdə məsələn bəzi suallar da həddindən artıq asan idi, çox asan idi. Yəni ən azı belə deyək, şagirdlərin məsələn göstərəcək pis nəticə belə bir 13-14, ən pis halda belə 13-14 dənə düzgün sual yazmaq lazımdır burada bu tip suallarda. Çünki çox asandılar. Uğurlar.